İlk dəfədə müəllim bizi summativə hazırlayırdı. Amma biz testlərin cavabını əldə edib, yaxşı qiymət almışdıq. Buna görə summativi ikinci dəfə yazmalı olduq və acırayanlıqla üzləşdik. Uşaqlar, yadımdadır. 5-ci sinifdə müəllimlərimiz bizə nə qədər tapşırıq verirdi. Ona şikayət edirdik. Amma indi başa düşürəm ki, bizə həqiqətən də faydalı olur. Bəs kim riyaziyyat dərsində lövhəyə çıxmaqdan qorxurdu? Müəllim məni çağıranda həmişə kitabın arxasında gizlənirdi. Adımı çəkəcək deyə ürəyim tez-tez döyünürdü. Amma indi başa düşürəm ki, bu dərslər bizim həyatımız üçün vacib biliklər qazanır. Və o vaxt ev tapşırıqlarını unudanda müəllimlərə nə qədər bəhanələr gətirirdik. Dərsdən qaçmağa hər cür fürsət axtarır. Amma yəqin bundan sonra o günlərin əsrəti çəkəcək. Hər yarım il sonunda yazdığımız BSG-lər zamanı köçürmə etmək üçün dəridən qabıqdan çıxırdı. Müəllimlər tərəfindən yerimiz dəyişdirilərkən o ifadəmizi xatırlarsınız. Ən böyük dərdimiz, heç onu demirsiniz, səhər gələrkən telefonlara qapıda təhvil verilməsi. Bəs bizim dostluğumuz məktəb bizə təkcə bilik vermədi. Biz burada ən sadiq dostlarımızı tapdıq. Biz bu məktəbdə dostluğu, hörməti, sevgini öyrəndik. İndi isə o böyük həyatın qapılarını açmağa hazırıq.